Ailəndə işlər yoluna düşəndə, Allah səni ruzi darlığı ilə imtihana çəkər. Maddi vəziyyətin düzəldikdə, ailə daxilində imtihanlar başlaya bilər. Ailə həyatın arzuladığın kimi olanda, bu dəfə iş və qazanc sahəsində çətinliklərlə üzləşərsən. Həm ailədə, həm işdə, hər şey qaydasında olduqda isə, Allah səni sağlamlıqla sınara çəkər. Bu, dünya həyatının həqiqətidir. Bu dünyada tam kamillik və fasiləsiz rahatlıq gözləmə. Uca Allah Qurani Kərimdə buyurur, biz insanı məşəqqət içində yaratdıq. Bu nəsihət bizə xatırladır ki, dünya həyatı fitnə və imtihanlarla doludur. Burada tam rahatlıq və daimi firavanlıq yoxdur. Çətinliklər Allahın hikmətinin bir hissəsidir və insan əsl rahatlığı və xoşbəxtliyi problemlərin olmaması ilə deyil, Allahla əlaqə qurmaqla tapır. Allaha bağlı ol. O zaman insanların ən xoşbəxti olarsan.